Sual belədir ki, fasıq bir həyat yoldaşına itaət etmək lazımdırmı? Cavab odur ki, zövcəyə itaət etmək qadına vacibdir, bəli. İstərsən fasıq olsun, istərsən mömin olsun. Madəm ki, günah məsələsi deyil. Günah məsələsində heç kəsə itaət yoxdur. Nə zövcəyə, nə də başqa bir insana. Bir insan əgər sənə günahı əmr eləyirsə, Allahın qoyduğu həddi aşmağı əmr eləyirsə, burada itaət yoxdur. Amma qaldı ki, bu qəsd olunan dediyiniz fasıq kişi, fasıq ər səni günaha dəvət eləmirsə, ona itaət vacibdir, bəli. Əgər yoxsa, desə ki, hicab taxma, nə bilim, üzvə pomada sürt, pudru sürt, bu şeylərdən istifadə elə, və yaxud getmə, sigaret al, getmə, nə bunu al, onu al, və yaxud başqa günah olan bir şeylərə səni çağırarsa, o şeylərdə itaət yoxdur. Bu, hər kəsə aiddir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Lə ta'at li məxluqun fi ma'siyyətil xaliq." Allaha asilik olan yerdə məxluqa itaət yoxdur. Amma qaldı o şeylərdəki asilik yoxdur, onda o zaman itaət etməyin lazımdır. İxlasla.com saytı tərəfindən təqdim olundu.